Qərbi Azərbaycanın Ağbaba mahalı ərazisində yerləşən Qızıl Qoç kəndində, indiki Aşotsk, keçən gecə -37 dərəcə şaxta qeydə alınıb. Sfera.az modern.az-a istinadla məlumat verir ki, bu haqda Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzi məlumat yayıb. Qeyd edək ki, 1878-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər ərazidə məskunlaşdırılıb. Bu gecə müşahidə edilən meteor selləri pik həddə çatacaq. Bu haqda məlumat Beynəlxalq Astronomiya Birliyinin BIE 2026-cı il üçün meteor seli təqvimində əks edilib. Xəbərə görə, meteor selinin piki 3-4 yanvarda gözlənilir. Belə ki, 3 yanvarda meteor selinin radiantı yerli vaxtla 21:39-da doğacaq və bütün gecə üfüqdən yuxarıda olacaq. Lakin bədirlənmiş ay müşahidələrə mane olacaq. Adətən saatda 80-120 meteor gözlənilsə də, ayın işığına görə saatda 10-a dək ən parlaq meteor görmək şansı var.